Xəbər verdiyimiz kimi əməkdar artist Cabir İmanov ötən gün dünyasına dəyişib. Mərhumla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilir. Vida mərasimində dövlət rəsmiləri də iştirak edirlər. Onların arasında Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədəd Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Talih Kazımov və digər rəsmilər də var. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər. O insanlara deyirəm, o jurnalistlərə deyirəm, hansılar ki, bizim dalımızca danışırdılar, deyirlər ki, siz kefləsiz. Amma cəmaat orada savaşır. Bəli, cəmaat orada savaşır. Siz hardan bilirsiniz Cabirin ürəyində nələr var idi? Vida mərasimində çıxış edən Tahir İmanov bildirib ki, bəzi qüvvələr Cabiri biraz mənfi tərəfdən göstərmək istəyirdilər. Amma misal var ki, Allah kimsə ucaltsa, onu heç kim alçalda bilməz. Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir, Cabir məndən böyükdür, amma mən ondan 2 yaş böyük olmuşam. Buna baxmayaraq ondan çox şey öyrənmişəm, Tahir İmanov vurğulayıb. Allaha şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Bu dövlətə, dövlətçiliyə qulluq etdi. Dövlət tərəfindən ona məsuliyyətli və şərəfli vəzifə verilmişdi. Mən bir daha Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkür edirəm, mərhumun qardaşı əlavə edib.